Burada bizim Türk olarak, Azerbaycanlı olarak birincisi burada var, onu mən deyim altını çizim. Biz hiçbir dövlətə, hiçbir millete, herkes olur olsun. Türkiye kimse karşı çıkar, biz Türkiye'nin kenarındayız. Türkiye bizim Türk dünyasının demek ki şanlı bayrağıdır. Devlet olarak, millet olarak, varlık olarak. Bizim Türk Azerbaycan'ın, Türk dünyasının. Türkiye hücum Azerbaycan'a. Hemen Türk dünyasına. Özde bir zamanda ki zaman bizim xeyrimizədir. Evet. Nəhəng Türk milleti burada. Türkiye ile kimse duracak. Ondan görə ne biz bilirik neye göredir. Yaxşı. Sen demek ki buradan da söylemişəm. Bu günləri Hələb məsələsidir. Ya bu günləri Membis məsələsidir. Bu günləri demək Deir-ez-Zor söhbətidir. Yaxşı Suriye'de olan petrolü verirsiniz bu günləri demək Kürdə, YPG-yə filana. Evet. Demək ki Membis'dən aşağı su, 5 tane barajın suyunu verirsiniz bunlara. O yaşıllıq yerə, Suriye'nin əsas taxılı olan yeri verirsiniz də bunlara. Onlar da elə federal dövlət yaradıyor. Bunları da verin bize. Özümüzün de ordumuz olsun. Ne güzel. Sonrasında Irak'taki Kürtler de burada dizem. Bir tane yer aktarırlar. Boş yer. Azerbaycan'ın demek ki güneyinde Batı Azerbaycan'ı. Ha? Yaradırsınız da bunu. Bu gizli değil ki. Kürt devleti yaradırsınız. Şimdi adını federal koy, adını ne zəhrimar koysan koy ama siz binasını koyasınız. Bunu kim etmək? İsrail de bu işe, İsrail'e deyirlər zınqıroyu da apar sen bağla. Türkiye'nin sana hele bir işi yok ki. Bunu İsrail eline. İsrail eləyirsən. Sen İsrail bunu eline. Amerika. Amerika'da çəkir. Amerika'da Pentagon durup deyir ki, biz bilmirik ki orada Suriye'de 2000 tane bizim orada əskerimiz var ya 5. Necə sen bilmirsən? Əcnəbi İsrail əlində kimlər elətdirmək? Amerika. Hətta İngiliz də bilir. Amerika'dır, başqa dövlətlər var. Amerika da bilir, Rus da bilir. Ruslar da. O hamısı bilir ne burada gedir. Ve burada demek ki esas budur ki bir tane istəyirlər Kürt dövləti yaradalar. İndi bu Kürt dövləti aynən sekulardır, ay dünyavisidir, ondan sonra qatı İslamsı deyir, ondan sonra Şiəsi, Sünnisi filan deyir, bu Kürtdür filan. Hayır öyle deyir axı. Sənə nə lazımdır? Sənə demək ki sekularçılıq lazımdır, bağımsız dövlətlər, demokratik dövlətlər lazımdır. Azerbaycan'ın güneyinde 40 milyon insan sekular bir millettir, gelişmiş, genç bir millettir, malladan da imtina edir, Farsın işgalçılığından da imtina edir ve istəyir ki, demek ki azad dünyaya qovuşsun. İnsan hakları meselesi var, onu kabul edir. Bunların hamısı var orada. Sen gidersen deyirsən, yok ben bunu hökman getireceğim, xırtaya kimdə silahlandıracağım, salacağım Türkiye'nin boğazı adına canına. Biz de onu deyirik. Deyir ki, İsrail, səni demək ki, o darısqal günlərində Azerbaycan da dayandı Azerbaycan. Biz orada hamılıqla dayandı ki, demək ki, sən dəstək verirlər, sənin demək ki, kəsim. Hətta dost ölkə ilə, Türkiyə ilə demək ki, bir türlü demək ki, razılıq vermədi Azerbaycan ki, orada Azerbaycanın petrolü dayansın, Azerbaycan münasibətləri İsraillə demək ki, sən yesin. Bu günlərdə belə imkan var ki, Trump da dedi. Trump da o günləri Netanyahu yanında dedi ki, mən cənab Erdoğana sayğım belədir, ondan filandır. İndi onun söhbətlərini adam başa düşür, nə deyir? Və dedi, yəni keçin. Yəni Türkiyə ilə keçinməlisən. İndi sən gəlibsən hələ indiyə kimi, sən Suriyədə 400 dənə yeri bombardıman eləyibsən. Heç sənə də aman vermirsən. Gəlibsən Türkiyənin sınırlarına dək. Türkiyə Membisəcə gəlib vurubsan axı sən İsrail. Hə, necərsə ondan sonra Türkiyə neynəsin? Türkiyə oturacaq deyəcək ki, yaxşı eləyirsən vurursan. Və bu da bəsli örmüş kimin? Sən orada demək ki, o Kürt cığazlara orada bir zat yaradıbsan. Onlara bir dənə demək dayanacaq. Onlar da durublar da açıqcasına. O məzlum indi orada çıxır. Abdullah məzlum çıxıb deyir ki, yox bizim Əbu Şərə, indi o Əbu Şərə də zatda diyor. O da Antalya'dadır. Əjdər bəy, dünya sənə ki münasibət pis deyil. Amma Əjdər bəy, elə bu məqamda sual vermək istəyirəm. Azərbaycanın təbii ki mövqeyi hər zaman iki dövlət arasında münasibətlərin, problemlərin aradan qaldırılmasına və münasibətlərin normallaşmasına yönəlib. Bir tərəfdə qardaş Türkiyə müttəfiqimiz olan və hər zamanda əlaqələrimizin ən yüksək səviyyədə qorunub saxladığımız qardaş ölkə Türkiyədən söhbət gedir. Başqa bir tərəfimizdə isə 44 günlük müharibədə bizim yanımızda olan İsrail kimi böyük belə imkanlara sahib, potensiala malik və bizim əsas müttəfiq hesab etdiyimiz dost tərəfdaş ölkələrdən biri. Yəni Azərbaycanın iki yaxını, biri dost, biri qardaş ölkə arasında bir problem yaşanır və bu problem bundan öncəki olaylar dövründə təsadüf edirdi. Azərbaycan da dəfələrlə İsrail ilə Türkiyə arasında olan hər hansı bir münaqişənin və gərginliyin belə deyək, yumşaldılması istiqamətində səylərini daim nümayiş etdirib. Bunu Ad Universitetində keçirilən tədbirdə Prezident İlham Əliyev detalları ilk dəfə media və ictimaiyyət önündə bu qədər geniş şəkildə yayımladı. Deyir ki, ümumiyyətlə siyasi cəhətdən biz bunları ümumiyyətlə hər zaman belə uyğun hesab etməmişik ki, bunu açıq şəkildə bütün bu ictimaiyyətə bunun detallarını deyək. Ancaq indi elə bir zamanda elə bir proseslər gedir ki, biz bu müəyyən məqamlara toxuna bilirik. İsrail Türkiyə arasında gərginliklərdə Azərbaycanın rolu olub. İndi də bu proseslərdə biz aktiv şəkildə iştirak etməyə çalışırıq və ötən gündə mediada bununla bağlı artıq rəsmi diplomatik mənbələrə istinad edərək məlumatlar paylaşıldı ki, Bakıda İsrail və Türkiyə nümayəndələri
arasında bir görüş keçirilib. Suriyadakı tərəflər arasında olan fikir ayrılıqlarının aradan qaldırılması istiqamətli müzakirələr həyata keçirilib. Yəni İsrail nədənsə narahat olur ki, Türkiyə bu bölgədə varsa, bu İsrailin əleyhinə olacaq. Orada elədir. Məsələ elə böyük bir problem yoxdur. Təhsil İsrail deyil orada. İngilislər də orada. İngilislər orada gözə çarpır. Mən onu demək istəyirəm. İngilislər oradadır. Kimlərdir sizcə bu İsrail ilə Türkiyə arasına girən və bu problemin bu şəkildə genişlənməsinə maraqlı olan qüvvələr var? İsraildə bu Suriyada proses başlamadan öncə İngilislərin də demək ki, yaxın dostlarının da görüşləri var idi. Pentagonun da orada xəbəri var idi, hamısının. Və bu günlərdə gözə görünmürlər. Amma bu məsələdə əlləri var. Amma burada əsas gözə çarpan budur. Burada bizim Türk olaraq, Azərbaycanlı olaraq, birincisi burada var, onu mən deyim altını çizim. Biz heç bir dövlətə, heç bir millətə, hər kəs olur olsun, Türkiyə kimsə qarşı çıxar, biz Türkiyənin kənarındayız. Türkiyə bizim Türk dünyasının demək ki, şanlı bayrağıdır. Dövlət olaraq, millət olaraq, varlıq olaraq. Bizim Azərbaycanın, Türk dünyasının. Türkiyə hücum Azərbaycanın. Həmişə Türk dünyasına. Özdə bir zamanda ki, zaman bizim xeyrimizədir. Nəhəng Türk milləti burada. Türkiyə ilə kimsə duracaq. Ondan görə biz bilirik nəyə görədir. Yaxşı, sən demək ki, buradan da söyləmişəm. Bu günləri Hələb məsələsidir. Ya bu günləri Membis məsələsidir. Bu günləri demək Deir-ez-Zor söhbətidir. Yaxşı, Suriyədə olan petroli verirsiniz bu günləri demək Kürdə, YPG-yə, filana. Demək ki, Membisdən aşağı su, 5 dənə barajın suyunu verirsiniz bunlara. O yaşıllıq yerə, Suriye'nin əsas taxılı olan yeri verirsiniz də bunlara. Onlar da elə federal dövlət yaradıyor. Bunları da verin bizə. Özümüzün də ordumuz olsun. Nə gözəl. Sonrasında İraqdakı Kürtlər də burada deyirsə, bir dənə yer axtarırlar, boş yer. Azərbaycanın demək ki, güneyində Batı Azərbaycanı. Yaradırsınız da bunu. Bu gizli deyil ki, Kürt dövləti yaradırsınız. İndi adını federal qoy, adını nə zəhrimar qoyursan qoy, amma sizi binasını qoyasınız. Bunu kim etmək? İsrail də bu işə, İsrailə deyirlər, sizin qroyu da apar, sən bağla. Türkiyənin səndən hələ bir işi yok ki. Bunu İsrail əlinə etmək. İsrail eləyirsən, sən İsrail bunu əlinə Amerika. Amerikada çəkir, Amerikada Pentagon durub deyir ki, biz bilmirik ki, orada Suriyədə 2000 dənə bizim orada əskərimiz var ya 5, necə sən bilmirsən? İsrail əlində kimlər elətdirmək? Amerika. İngilis də bilir. Amerika da bilir, Rus da bilir. Ruslar da, hamısı bilir nə burada gedir. Və burada demək ki, əsas budur ki, bir dənə istəyirlər, Kürt dövləti yaradalar. İndi bu Kürt dövləti aynən sekulardır, dünyəvisidir, ondan sonra qatı İslamçı deyir, ondan sonra şiəsi, sünnisi filan deyir, bu Kürtdür filan. Öyle deyir axı. Sənə nə lazımdır? Sənə demək ki, sekularçılıq lazımdır, bağımsız dövlətlər, demokratik dövlətlər lazımdır. Azərbaycanın güneyində 40 milyon insan sekular bir millətdir, gəlişmiş, gənc bir millətdir, malladan da imtina edir, Farsın işğalçılığından da imtina edir və istəyir ki, demək ki, azad dünyaya qoşsun. İnsan haqları məsələsi var, onu qəbul edir. Bunların hamısı var orada. Sən gedərsən deyirsən, yox, mən bunu hökman gətirəcəm, 40 yaşımda silahlandıracağım, salacağım Türkiyənin boğazı adına canına. Biz də onu deyirik. Deyirik ki, İsrail, səni demək ki, o darısqal günlərində Azərbaycan da dayandı Azərbaycan. Biz orada hamılıqla dayandıq ki, demək ki, sən dəstək verirlər, sənin demək ki, kəsim. Hətta dost ölkə ilə, Türkiyə ilə demək ki, bir türlü demək ki, razılıq vermədi Azərbaycan ki, orada Azərbaycanın petrolu dayansın, Azərbaycan münasibətləri İsraillə demək ki, səngisin. Bu günlərdə belə imkan var ki, Trump da dedi. Trump da o günləri Netanyahu yanında dedi ki, mən cənab Erdoğana sayğım belədir, ondan filandır. İndi onun söhbətlərini adam başa düşür, nə deyir? Dedi, yəni keçin. Yəni Türkiyə ilə keçinməlisən. İndi sən gəlibsən hələ indiyə kimi, sən Suriyədə 400 dənə yeri bombardıman eləyibsən. Heç sənə də aman vermirsən. Gəlibsən Türkiyənin sınırlarına dək. Türkiyə Membisəcə gəlib vurubsan axı sən İsrail. Nə gəlsən, ondan sonra Türkiyə neynəsin? Türkiyə oturacaq deyəcək ki, yaxşı eləyirsən vurursan. Və bu da bəsləyirmiş kimin? Sən orada demək ki, o Kürt cığazlara orada bir zat yaradıbsan. Onlara bir dənə demək dayanacaq, onlar da durublar da açıqsasına, o məzlum indi orada çıxır, Abdullah məzlum çıxıb deyir ki, yox, bizim Əbu Şərə, indi o Əbu Şərə də zatdadır, o da Antalyadadır. Əjdər bəy, İsrail sizcə niyə belə bir oyuna gedir? İndi İsraillər özdə, çünki bu günlər Ərbildəkilərin arxasında kim dayanıb? İsrail dayanıbdır. İsrail dayanıb Ərbildəkilərin arxasından və keçən dəfə buradan tribundan da mən dedim. Dedim, İsrail, sənə nə düşüb ki, gedəsən demək ki, İran adlanan yerə Məhəmməd Rzanın oğlunu, şahsılıq gətirirsən İran adlanan yerə. Netanyahu neçə dəfə çıxış edib, özüm qulaq asmışam. Yine de söyleyirəm, biz Yahud millətine, bu Xameneyi var ha, bu dünyada bir Yahudun olmasını istəmir. Deyir ki, Hitlerin Almanlarına o vaxt, Hitlerin eləmədiyi işi, eləyə bilmədiyi işi biz sona yetirməliyik. Külli, dəsə Yahud dövlətini demir, İsrail dövlətini yox, külli Yahud millətini məhv eləməliyik.
Belə fikri aşlayıblar. Yaxası öz boğazlarına ipi belə salıblar, ondan qutarası deyirlər. İdeoloji bir zatları var, qutarası deyirlər. Ay sabahları Vitkovla danışacaq, nəm Əraqçı falan, sözüləsi məsələ deyil. Problemlər o qədər dərindir ki, getdikcə də dərinləşəcək. Qaçacaq yerləri də yoxdur. İran adalanan yerdə də oturur itəsi ki, biz zərrəsi, baxın İran adalanan yerə, 2-3 gün içində biz zərrəki otorite zəifləyib, hamı başlayıb Xameneyə qarşı, deməzlər bundan qabaq. Qaralarsan, itilirlər, atır axsıyar, demək ki, arvadınla filan olar, belə. İndi bax gör nələr yazırlar, hamısı, hər yandan deyirlər, zindanının qorxusu döşülüb da, 45 illik öldürürəm, kəsərəm, özləri qaça-qaçdadır. Və ətrafında olanlar açıqcasına bir sözlər deyirlər ki, deyir ki, Amerika sən bizə əgər hücumaşa etsin, biz o qıdalandırdığımız nüvəni aparıb ayrı yerdə gizlədərik. Deyir, bu, niyə gizlədirsən əgər bu zad üçündür? Hamısı başlayır demək ki, sarsaqlamağa. Və bir də hədələyirlər, bax belə eləyər, bir də dəmir-dümür hardan yığıblar. Ona görə də məsələ buradadır ki, bu rejim, Xameneyi bağışdan üzrəyəm, Trump gələ də, Trump də bilir. Heç bəlkə də heç gəlmir. Amma bizzat yaradıblar, xof yaradıblar, gəlir. Və bunlar başlayıb silkələnməyə. Dolar pozulub, ondan millət hər şeyini gizlədir. Satan satır, ondan dövlət millət söhbəti də yoxdur. Heç kəs filan. Demək ki, 20% əgər bunları dəstəklidir, onlar da qorxuya düşür. Deyir ki, sabah səni kim eləyəcək? Kimlər dəstəkləyəcək? Dövlət də yox, hamı da qaçır, hamı da filan. Hamı qorxuya düşür. Və bu malları bizə ən təhlükəli biz Türk olaraq, Azərbaycanlı olaraq budur, Sayın Heydər bəy. Bizə deyir ki, bunu istəyirlər, bunlar bir dənə oyun çıxardılar. Amerikaya da deyirlər, Avropaya da deyirlər. Hə, bax bu İran adlanan yeri qatışdıran bu mollalardır. Gəlin mollaları qovalaya gelsin, ondan İranı verən bu da Şahın oğluna, şahsılara. Ya verən bu xalq mücahidlərinə ki, o xalq mücahidləri buradan demişəm. Qatı dərəcədə bu mallalardan da terörist, irticaçı, mühümmatçı, geri qalmış, geri qafalı adam yiyən. Onlar bunlardan da pisdir. Və yaxud. İndi siz məndən soruşun desin filan kəslər. Sizin ağlınıza nə olmuşdur? Məhəmməd Rıza Şaha qarşı, Pəhləvi sülaləsinə qarşı inqilab elədiniz. Deyim, onda gələsən ki, bax gör ki, onlar nə idilər? Onlar nə idi ki, onlardan bunlar irs qaldı. Bunlar çıxdı olan torbasından, bu mallalar. Görür, İran adlanan yerdə nə varmış. İndi təzədən, yenidən, ki, millət qayda deyək ki, o neybi yoxdur, elə o şahsılar gəlsin də, qayda atmaq. İndi demək ki, Türkiyədə ya məsələn Azərbaycan, qardaş bir dəfə də çıxartmışlar Azərbaycanda. Ay Qacar dönəmindən biri qalır, şahdır, biz də gəlin şahımızı gətirək da. Şahlıq sistemidir. Bu millət cumhuriyyət yaradıb, bu Türk milləti cumhuriyyət yaradıb. Bana nə desən, həm Türkiyədə, həm Azərbaycanda cumhuriyyətçidir, parlamenti gedib deyir ki, şah gətirir, fəqih üsulu arası molla gətirir, bir dənə molla gəlsin da bizim demək ki, siğə eləsin, dua desin, nə filan Nəhcül Bəlağı oxusun, nədir bu adam, nədir bu, quş qondurmaz. Nəhcül Bəlağı oxuy adamlara. Deyir, o zaman demək ki, Əli yazmışdı Maliki Əşlərə. Deyirsən də Maliki Əşlər zamanəsidir ya, sən nə danışırsan? Əli zamanəsidir. Bil ələ salıbsan. Bunu Azərbaycanın güneyində 10 milyonlarca adam bunu bilir. Təbii ki, dini şəxsiyyətlərimizin hamısında bizim böyük hörmətimiz var, rəhmətimiz var. Onların sözləri kəlam var. Amma İran bunu əməl edirmi? İran onu özü üçün alətə, oyuncağa bir vasitəyə çevirib. Məsələn, gəlib Ermənistanla sərhəddə danışıb Fatimə Zəhranı çağırırlar, İmam Zamanı çağırırlar. O dini şəxsiyyətlər gəlib burada nə edəcəklər? Ermənistana mı kömək edəcəklər? Bu günləri bu kameralar, bu maşınlar, texnika, bilgisayar, medisina nə ilə işləyir? Elmlə. 600 il bundan qabaq bu Avropalılar, bu kilisiya dedilər, otur yerində, ged otur yerində. Qutardı. Qutardılar. Din otur deyir, kilisiyaların qapısı açıq. O deyir Kəzadəndə, Vatikanın qapısı açıq, ged orada hamı gəlir, gedir, papa da yerində, filan da filan. Amma dini siyasətə qatmırlar, dini eğitimə qatmırlar. Dedim mədəniyyətin işi o deyil, Avropada da, İskandinaviyada da. Oturdublar orada, pulun verirlər, kəşişin gəlir, oxuyur, şah da gedir, oturur, orada adamlar da oturur. İndi bunlar deyirlər, yox, bu balıq gətirmişik, burada, Qafqazlarda, demək yaxın doğuda, İran adlanan yerdə və Türk millətində qatırlar. Sən yoxdur, indi yenidən bir dənə molla gətirək. Yenə, bura Əfqanistan, Taliban deyil, bura Azərbaycandır. Bunun bir tərəfində hələ cumhuriyyəti yerində, Türkiyədə cumhuriyyəti yerində, çağdaş, müasir dünyada sən Azərbaycanın yaxasında yaşıbsan Azərbaycanın güneyində, sənə indi bir dənə şah gətirir. Yaxşı, bu mallalarla yola getmədiniz, indi elə mallıya oxşar kravatlı molla gətirir, qalıqlı molla gətirir. Hər işi dəzin kəndinə. Sən nəsən, sən özün adam yiyəsən, o da sən kimi bir şeydir də. Odur ki, biz də İsrailə deyirik ki, ay İsrail, Əli bu işlərə bulaşdırma, ha. Sən nə müayid duracaq, nə bir dənə şahın oğlu tapışır gətirəcəm İsraili, oradan da gətirir, millət sizi azad eləyəcək. Heç belə Trump gəlməsə də, Netanyahu gəlməsə də, o İran adlanan yer dağılmaqdadır. Millətlər, hər kəs öz fikrindədir, siniflər, millətlər, qadınlar, uşaqlar. Mən soruşuram Sayın Heydər bəy, Urmiyədə, bir yalan olmasın, 1-2 ay bundan qabaq,
iki dənə belə kasıb adam, özü demək ki, qıçı işləmir, uşağı xəstə. Gedib harda oğurluq eləyiblər. Onların ikisinin hərəsinin 4 dənə barmağını kəsiblər. Özü də bunun üçün də aparat da düzəldiblər, o ət maşını kimi. Meydanın ortasında gətirib Urmiyədə qoyurlar. Ay cəmaət, elə bir azadlıq meydanında radio deyir ki, ey cəmaət yığılın, ondan sonra burada büyük barmaq kəsilər. O 2 nəfərin barmağını kəsilər. Bəs görmüş kimin? İndi 3 dənə Urmiyədə 3 nəfəri. Yenidən tutublar barmaqlarını kəsməyə, hərəslər aparatın içinədir. Eyni şey eləyəcəklər. Dünya Həkimlər Kollegiyası durublar, bəyanat atıran qövdüblər. Ay həkimlər ki, oradasınız. Yəni həkimlər qərar verir, harada kəsin. Biraz bir yandan. Ey həkimlər, İran adlanan yerdə ölən həkimlər. Xameneyə də məktub yazırlar. Adam olun. Adamların nə barmağını kəsirsiniz? Urmiyədə deyirəm, Urmiyədə. Və nə oldu bu siz dediniz bu adı nə idi bu? Quş qondurmaz. Bu Puzbəndiyan. Ay prezidentidir, səşülün gəlir, Heydəri Kərrar gəlir. Heydər baba, görürsən nə eləyiblər? Baş qulağımızı, barmaqlarımızı da kəsiblər. Və sən prezident deyilsən və bu Urmiyədə demək ki, şürtlər haqqo çəkib dolublar ora. Ondan göl quruyub gedib işinin qazaq gedir. O da Çinlilər talayırlar, qızılı yaparırlar, hər nə misli qızıllı gedir. Məmləkət bərbadır, bəsən nəyə lazımsan? Hə? Əgər bitziliğə qoymağa sən lazım deyilsən ki, orada filan eləməyə, indi də demək ki, barmaq kəsirlər. Hətmən istəyirdilər Azərbaycanın da belə bir hökuməti. Və belə də hayır sarma, göz aydın, millət, göz aydın. Adı nədir bu Puzbəndiyan? Adı da yadımda qalmır. Pezeşkan Azərbaycana gəlir. Pay. Azərbaycana, Bakıya gəlir. Onda biri də düşəcək, gəlmə Türkdür gəlir. Sizə Türk lazımdır. Sənə Türk lazımdır. Bu da Orta Asiya, Türk milləti hamısı. Bu da Azərbaycan Türkdür. O da 40 milyon orada Türkdür. Elə gəlib yaşıb saziblər Puzbəndiyana 45 ildir bu sistemə xidmət eləyib. O işgəncələrin hamısının əli vardı bunun. Yalan demirsəm gələcəksiniz məhkəməyə. Hamısı məhkəməlidir bunların. İndi Azərbaycana demək ki, təkəm oynadan gətiririk. Şimdi bayaqda söylədim, Rəfsəncanı gəldi, nə oldu? 7 rayon da getdi, erməni də dəstəklədilər, ondan sonra filan da oldu, filan da. Başımıza onlar ki, gəldi, indi də hələ yenə də buraxmırlar. İndi də gəlib demək ki, buradan tədbiqa keçirdilər. Ona görə də indi hər yan qarışmaqdadır. Deyirsən ki, bu vırsındır ki, düşüb, ay demək ki, Avropada, ondan sonra Amerikada və demək ki, bu Ukraynada deyirsən, deyən hamısının bunların bir yerdən şaqqıldayacaq. O da nədir? İran adlanan yerdə. Və sabah da, bunlar da elə bilir ki, sabah da ki, yenə də bu Amerikalıları alladacaq, ondan sonra filan yola salarıq, zaman qazanarıq. Deyərik, hələ ki, edin, danışıb gələrsin. Amerikalılar bunun hamısını, o Trump da, ətrafındakılar da hamısını götürüb qoya eləyirlər, bilirlər. Yoxsa adam demək ki, götürüb Cənubi Koreyadan, bütün o tanıdığınız gəmiləri, böyük gəmiləri yığıb gətirirlər. Nə qədər var qıdyağı qarşıya doldurublar, hələ də gətirirlər. Belə xarc, belə filan deyəsən, bunlar bir iş ilə məşğuldur ya. Üzdə bir sözlər danışırlar, amma başqa bir iş ilə məşğuldurlar. Bunlar bizi bil çıxardacaqlar. Amerika bunlardan bu qisası alacaq. Və dünənlər İsrail, keçən həftə baxın Amerikada, Senata da baxın, Kongresə də. Təhcə yer ki, Amerikada demokratlarla respublikancılar birləşirlər, İran adlanan yer məsələsidir. O qanunlar ki, qəbul ediblər, bu bir həftənin içində baxın gör hansı qanunlar. Yəni, bunları belin qırmaq lazımdır. Bunlara aman vermək lazımdır. Trump, gəl sən de raport elə, bir da Kongresə görə sən nə işlə məşğulsan. Qoyarsan bunlar nəfəs çəkələr, əldən qaçalar, filandır. Ona görə də Trump da hər tərəfdən, İsrail bir yandan, Trump da çıxıb deyir ki, biz demək ki, orada əgər biz bunlar cızıqdan çıxsalar, yəni Trump'ın adını, Biden'in də adı nədir, Netanyahu'nun da ürəyin əldə saxlasın, oradaydı. Elə işin Netanyahu özü başlayacaq, o vuracaq. O düzdür, bizə əmri o verməyəcək. Biz özümüzün ağlımız başımızdadır, Trump deyir. Amma işin əsasını o görəcək, o vuracaq filandır. Yəni, belə demək ki, Hizbullah da nə oldu? Bunlar ki, ümid eləmişdi Hizbullaha. Hizbullah demək ki, indi gedib silahını verir. Ondan Yəməni da buraxmır, əldən buraxmır. Dün bugün səhər-səhərdə. Yerdə şumlayıb bu bədbaxtları. Hamısını da qırıb dağıdır. İraqda Həşədil Şəbi, Çəkil Həşədil Şəbi gəldi filan. Hamısı çıxıblar ki, 12 dəstə, 2 gün bundan çıxdı dedi ki, biz silahlar da veririk, biz də Amerika gəlib vurub dağıdacaq. Zarabat eləməyəcək. Dünya yeni düzənə girir. Bu bölgədə eyni şeydir, yeni düzənə girir. Ekonomida da, hər şeydə də belə girir. Çin susub, Xi Jinping susub oturub orada. Putin də, onun demək ki, Xarici İşlər Naziri Mavini də 2 gün bundan qabaq çıxdı dedi ki, əgər İran adlanan yerlə Amerikanın savaşı olsa, bax bizim işimiz yoxdur. Biz İrana kömək eləməyəcək. Elənci bir müqaviləmiz yoxdur. Müqaviləmiz var ekonomi məsələsində. Amma o birisləri bilir, Tehran rejimdə qaldı belə. İndi qalıb buz üstündə Seyid Əli Xameneyi. 2 həftə bundan qabaq dedi, hər kəs danışığa geçsə izzəti yoxdur, şərəfi yoxdur, filanı yoxdur. İndi nə oldu? İndi deyirlər ki, yox, bax bilirsən, Əraqçı, sən ki getdin sabah Məskətə, aman deyə, Vitkovla bir yerdə şəkil səhdirməyəsən. Namsın pozulur.
Ona görə yox, orada danışıqlar o otaqda olacaq, bu birisi bu otaqda. Omanın Xarici İşlər Naziri gedəcək otağa danışacaq, gələcək buna xəbərə gətirər, gəlinin üzü yatsılar, hayası pozular, nəmnəmənə. Trump da belə sözləri yoxdur. Birbaşa danışıqdır, bilirlər, hardan tutublar, sıçanı quyruğundan tutublar. İran adlanan yerdə millətlər də gözləyirlər ki, o otorite sınsın biraz. Otorite sınsın, onsuz da İran adlanan yerdə bu partlayış olacaq. Dəhşətli partlayış da olacaq. Çünki niyə? Bu dəfə hamı qatılır bu məsələyə. Və gəlsələr də, gəlməsələr də bu məsələ partlayacaq. Ay onun üstündən yığma odur ki, biz də türk olaraq əlimizdən gələn qədəri bu İsraillə də deyir ki, sən gəl türkünə, türk milləti ilə demək ki, zarafat eləmə, işin olmasın. O Suriyədə Tehran rejimi yenidən gedib orada bir dəstənici ilə silahlandırıb, ondan dünəndən bəri salıb ora belə dəstə filan, hamı da görür, gözünün qabağındadır. Dünəndən Tehran rejimi. Hamı da bilir Tehran rejimini orada azadıdır. İndi onlarla uğraşır İsrail, o başqa bir şeydir. Amma gələsən kimi Türkiyə ilə filan, ondan sonra Azərbaycanla, Türk dünyası ilə, Türk milləti ilə və demək ki, Azərbaycanın güneyində Türk millətinə deyəsən, hələ gözü yumun, görmədiniz, eşitmədiniz, bu arada Kürt yox, elə deyil. Kürt o araya ayak koyar, toprak iddiasında buluna. Ona görə də mən demişəm, yenə də deyirəm. Aynəmdən Kurd əzizdir, aynəm zəncinə azadı gətirib, elə yoxdur. Böyük tükələr qulaqları olar. Elə söhbət yoxdur. Amma bura terror yuvasiyələri filan, o da dünənləri Cəmil Bayıqdır, Məleyri qəndilin arasında gizlənib qorxusundan, PKK-nın o qalan başçılarından. Məleyirlər, Türkiyədə deyir, ya silahı qoy yerə, ya gözünü çıxardacaq. Ona görə də başlayasınız, ay demək ki, ay nəm gətirərik Kürdü özümüzə dayaq saxları burada və yaxud İsrail də istəyir ki, özünə bir dənə, demək ki, bir dənə yandaş bir dəstə yarada burada, bizim topraklarda yox, Azərbaycanın güneyində yox. Sabahları bu rejim silkələnir, bu rejim dağılmaqdadır. Bir anda görəcəklər ki, İran adlanan yerdə, özəlliklə Azərbaycanın və Tehran da üstündə, İran adlanan yerdə bəy kimdir, ağa kimdir? Ağa da bu türkdür, bəy də bu türkdür. Bunu da bilməlidirlər. Bu günləri dünənə kimi deyirlər, ay amandır, qorxuludur, bozqurtdur, Avropada Macron belə deyib, Merkel də belə deyir, amandır, tutarlar, kəsələr. Biz onları gördük, hamısını bunları gördük. İndi bu millət hamısı qaldı, haray türkəmdir, türkdür, nə eləyəcəksən? Nə eləyəcəksən? Rus imperiyası 100 ildir, 200 ildir uğraşdı bu Türkiyə demək ki, bizim dəyər eləsin, elədi mi? Olmadı, olmaz da, Avropada eləyə bilməz, olmaz. Bu günləri Antalya'da və yaxud da siz söylərsiniz. Hamı gəlir, salam əleyküm, xoş gəlirsiniz, əleyküm əssalam. Sülh istəyirsiniz, buyuruz, danışağın. Diyalog istəyirsiniz, danışağın. Və yaxud İsrail, diyalog istəyirsən, deyir ki, istəyirsən çıxaq Ağrı dağına, istəyirsən gedək demək ki, Bakıya. Şeydə Bakıda danışaq da və buna da imkan var. Və Türk dünyasında, Türk siyasətində elə bir figurlar var ki, bu günlərdə deyirlər ki, Prezident İlham Əliyev elə bir çəkiyə, mən mətbuatın birində gördüm, elə bir xarici mətbuatda gördüm, elə bir çəkiyə sahibdir ki, yəni demək ki, mən çağırıram da gəlməm. Yeri gəlmişsin, Əhməd Əşərayla da görüşüb. Əhməd Əşərayla da bu günləri qardaşım deyir, filan deyir, hələlik orada oturub deyir, deyirsən, yaxud terrorun qarşısını alır, ondan sonra parçalanmanın, yəni onlar da başa düşür ki, buradakı bu Kürdləri ki, bunlara əl salıblar, bunlara fitva verirlər, Suriye'nin parçalanması o formada, yəni Kürdün demək ki, orada, yəni orada əgər doğrudan millətlərə bir haqq varsa, onda Heydər bəy, bizim orada da 6 milyondan 7 milyon civarında türkmənimiz var. Bəs bunların haqqı hara getdi? Druzinin, Ələvinin, ondan sonra Kürdün, hamının orada haqqı var. Bəs Türkün haqqı hara getdi? Yox, hələ sən Türk səsin çıxmasın, yox. Bunu nə dost, nə düşman kimsə deyə bilməz. Azərbaycanın güneyində də, Türk millətinə də, heç bir Türkiyə kimsə dost və düşman deyə bilməz. Və siz gedin oturun, hələ səsin çıxmasın, sonra sizi nəzərə alacaq. Hələ şeylər yoxdur. Bəli. Təşəkkür edirəm Əclər bəy, studiyamızda oldunuz. Regionda və dünyada baş verənlər, İranın daxilindəki vəziyyət, Güney Azərbaycanlıları gözləyən proseslər, bu və digər məsələlər hər zaman olduğu kimi müzakirə etmə imkanımız oldu. Bu zamanı bizə və dəyərli izləyicilərimiz ayırdığınız üçün bir daha minnətdarıq. Belə dəyərli izləyicilər, gündəm masada verilişinin bugün olan növbəti buraxılışı da sona çatmaq üzrədir. Studiyamızın qonağı isə Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı tanınmış Güneyli siyasətçi Əclər bəy Tağızayda idi. Bir çox məsələləri ətraflı şəkildə müzakirə etdik. Sizə də sonda təşəkkürümüzü bildirərək ənənəvi ricamızı da xatırladırıq. Solda like, bəyənmə, sağ tərəfdə kanalımıza abunə olun işarəsi var. Mütləq hər ikisinin üzərinə toxunun ki, daim gedişatla bağlı müzakirələrimizi daha geniş auditoriyaya izləyə bilsin. Bugünlük bu qədər. Sabah yenidən növbəti efirlərlə qarşınızda olmaq ümidi ilə sağ olun, sağlıqla qalın.